kimi qarşılar? Sizi de kanınıza benim. Zaten öldürmek istedim. Ne bak. Qabul danışma. Qalmayana görüm. Farsda seçilmiş həbs şəxsləri öz müqavimət hesabına 2025-ci il fevralın 12-sində Sabunçu rayon polis idarəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Xalid Tağıyev saxlanılıb. Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işinin materiallarına əsasən 2000-ci ildə Tağıyevin barəsində həbs qəti imkan tədbiri seçilib və axtarış elan olunub. Məlum olub ki, o 1995-99-cu illərdə Sabunçu şərti adlı mütəşəkkil dəstənin fəal üzvü olmaqla tamah məqsədi ilə basqınlarda və qətillərdə iştirak edib. Qeyd edək ki, həmin banda 25 il əvvəl zərərsizləşdirilib. Dəstənin başçıları və üzvləri ömürlük, habelə müddətli cəzalara məhkum olunublar. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqa aparılmış cinayət işinin materiallarına əsasən Sabunçu şərti adlı mütəşəkkil dəstə 1993-99-cu illərdə fəaliyyət göstərib. Banda 3 qrupdan ümumilikdə 61 nəfərdən ibarət olub. Qruplardan biri nəqliyyat vasitələrini qaçırıb ehtiyat hissələrini satmaqla, ikincisi ev və ticarət obyektlərindən oğurluq etməklə, nəhayət üçüncüsü evlərə, valyuta mübadilə məntəqələrinə və ayrı-ayrı şəxslərə basqın edib qətillər törətməklə məşğul olub. Hadisələr Sabunçu, Suraxanı, Əzizbeyev, Binəqədi, Xətai, Yasamal, Nərimanov və Abşeron rayonlarında törədilib. Çox güman ki, bugün güc strukturlarında çalışan əməkdaşlar, həmçinin vətəndaşlar həmin dəstənin mövcudluğu haqqında ilk dəfə eşidirlər. Bakı şəhərində müşahidə kameraları olmayan illərdə onlar tərəfindən saysız hesabsız cinayətlər törədilib. Əliyi də götürdü. Nə maşını? Papaş. Taksidir. Sadəcə də. Əzə bir 20 Bu dəqiqə. Biri daldan yapışdı, bıçağı çıxartdı. Bir də qabaqdakı. Ki başladılar var yoxu belə çıxartdı nə yola. Dedim mən 2 nəfər. Dedim mən Quran and olsun çıxmışam. Pul azdı da cibimdə. Nəyim var götür dəyim mən. Əlin atdı hasarı çıxartdı. Ki ciblərimi hamısını axtardı. Çox da öyle. Çox da öyle. Şirvana yaxın pul idi. Sonra qabaqdakı da dağdakı beləncə yapışıb boynumdan belə. Qabaqdakı da bıçağı bulama deyib. O da boynuma. Ki and düşdüm ki, qardaşımın gözünə iri çıxmayıb. Olanın bu ancaq gedək mən üstə pul verim də vurmuyor. Dağdakı dedi ki, sox ürəyinə. Dəmirə qaldı mənim əlimdə. Obisini də tutdum beləncə, bu tiyə çıxandan sonra. Ki, qaçdılar, dallarını tutanmadı. 1999-cu ilin oktyabr ayında 15-ci polis bölməsinin əməkdaşları həmin dəstənin izinə düşüblər. 2015-ci ilin sentyabr ayında vəfat edən polis general-mayoru Rasim Musayev o zaman həmin bölmənin rəisi olub. Daha sonra bandanın zərərsizləşdirilməsinə demək olar ki, Bakının əksər polis idarələrinin əməkdaşları cəlb olunub. İstintaq əməliyyat qrupları yaradılıb. Eldar Məmmədov və İlham Əzizovun rəhbərlik etdiyi 3-cü qrupun istintaqını o zaman Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə baş müstəntiqi, hazırda isə Respublikanın baş prokuroru Kamran Əliyev aparıb. Dəstə üzvlərinin hadisə yerlərində verdikləri ifadələri əsasında Balaxanı və Bilgəh qəsəbələrində öldürülüb bastırılan insanların cəsədləri aşkar edilib. 2000-ci il oktyabrın 6-sında Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə İlham Əzizov və İsmail Məmmədov ömürlük, Eldar Məmmədov, Fuad Muradov, Elxan Nəzərov, İlqar Səmədov, İdris Kərimov 15 il və Dəyanət Məmmədov 14 il müddətinə azadlıqdan məhrum olunublar. Barəsində axtarış elan olunmuş 1965-ci il təvəllüdlü Xalid Tağıyev 25 ildən sonra saxlanılıb. Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsində başlanılmış cinayət işinin istintaqı zamanı məlum olub ki, o Ukrayna Respublikasında özünün foto şəkli, lakin qardaşı Yusif Tağıyevin anket məlumatları olan Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsini naməlum şəxsdən əldə edib. Saxta sənəddən istifadə edərək 2025-ci il yanvarın 29-da Moldova Respublikasından Kişinyov-Bakı aviareysi ilə Azərbaycana gəlib. Qayıdış şəhadətnaməsini Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətinə təqdim edərkən əməkdaşlar tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünüb ki, Xalid Tağıyevin barəsində əməliyyat sorğu kartotekasında hər hansı məlumat aşkar edilməyib. Bundan sonra o Sabunçu rayon polis idarəsinin əməkdaşlarına təhvil verilib və fevralın 12-sində Tağıyevin saxlanılması haqqında rəsmi məlumat yayılıb. İstintaqla müəyyən edilib ki, 1995-99-cu illərdə Xalid Tağıyev tanışları İlham Əzizov, İsmail Məmmədov, İdris Kərimov, Dəyanət Məmmədov, İlqar Səmədov, Eldar Məmmədov, Fuad Muradov və İlxan Nəzərovla birlikdə mütəşəkkil dəstənin tərkibində törədilmiş basqınlarda və qətllərdə iştirak edib. 1998-ci il sentyabrın 2-si gecə saat 2 radələrində vətəndaş Məmməd Hacıyevin yaşadığı Suraxanı rayonu Əmircan qəsəbəsi Musabev küçəsi 14 ünvanında yerləşən fərdi evin qarşısına gəliblər. Tanınmamaları üçün başlarına qadın corabları keçirərək hasardan aşıb heyətə keçdikdən sonra Arif Quliyev, İlham Əzizov və Xalid Tağıyev evin damına çıxıb telefon xəttini kəsiblər və mətbəxin pəncərəsindən içəri daxil olublar. Yaranmış səsküyə yataq otağından mətbəxə gələn Məmməd Hacıyevi Arif Quliyev yumruq zərbəsi ilə yerə yıxıb. Sonra birlikdə əllərini və ayaqlarını iplə bağlayaraq pul və qızıl əşyaları verməsini tələb ediblər. Ayaqlarını siqaretlə yandırıblar. Yumruqla, habelə bıçaqla çoxsaylı xəsarətlər yetirərək zərər çəkmişi qəsdən öldürüblər. Məhkəmə tibbi ekspertizasının rəyinə görə Məmməd Hacıyevin ölümünə beyinə qansızma səbəb olub. Bundan başqa 1956-cı il təvəllüdlü Arif Quliyevin əvvəllər törətdiyi başqa cinayət əməllərinə görə axtarışda olmasını bilən banda üzvləri onu öldürmək qərarına gəliblər. Polis əməkdaşları tərəfindən tutulacağı təqdirdə dəstənin ifşa olunmasından ehtiyat ediblər. Sentyabrın axırlarında aldadaraq Arif Quliyevi Əzbev metrosunun yanına çağırıblar. İsmail Məmmədovun idarə etdiyi Vaz 21099 markalı avtomobillə onu Sabunçu rayonunun Bilgəh qəsəbəsinə gətiriblər. Cahanşir adlı şəxsə məxsus 332 sayılı bağ evində yeyib içəndən sonra İlham Əzizov güya ev sahibinin qızına sataşdığına görə Ariflə məsələni aydınlaşdırmağa başlayıb. Arif Quliyev heç kimə sataşmadığını bildirsə də onu döyərək qətlə yetiriblər. Sonra izi itirməyə məqsədi ilə hasarın dibində 2 metr dərinliyində quyu qazaraq zərər çəkmişin meyidini orada bastırıblar. Təxminən bir ildən sonra dəstə üzvlərinin ifadələri əsasında 1999-cu il oktyabrın 20-sində həmin quyudan insan skeleti aşkar edilib. Bundan başqa Kommersiya Bankının nəzdində fəaliyyət göstərən Binəqədi rayonu 6-cı mikrorayon Svetlana Məmmədova küçəsi 207 ünvanında yerləşən 7 nömrəli valyuta mübadilə məntəqəsinin dilleri vəzifəsində işləyən Zahid Vəliyevə basqın etməyi planlaşdırıblar. İlham Əzizov və İsmail Məmmədov həmin şəxsin yaşadığı ünvanı və hərəkət marşrutunu müəyyən ediblər. 1999-cu il sentyabrın 11-də Eldar Məmmədovun yaşadığı evdə yığışıb məsləhətləşəndən sonra saat 21 radələrində valyuta mübadilə məntəqəsinin qarşısına gedib Zahid Vəliyevin məntəqəni bağladığını görüblər. Buna görə zərər çəkmişin yaşadığı ünvana yollanıblar. 7-ci mikrorayondakı 14 nömrəli binanın yanına çatandan sonra İlqar Səmədov avtomobilini evin arxasında saxlayaraq maşında oturub. Xalid Tağıyevlə İsmail Məmmədov üzərlərində Naqan və Makarov markalı tapancalarla binanın girişində İlham Əzizov və Ceyhun Həsənov biraz aralıda dayanıblar. Saat 22 radələrində məhəlləyə gələn Zahid Vəliyev idarə etdiyi avtomobilini dayanacaqda saxlayıb 5-ci bloka daxil olan kimi ona basqın ediblər. İsmail Məmmədov yaxın məsafədən Zahid Vəliyevin üzünə və çiyninə 2 dəfə atəş açıb, əlindən yerə düşən torbanı götürərək hadisə yerindən qaçıblar. Eldar Məmmədovun yaşadığı evə gələrək əldə olunan pul vəsaitini aralarında bölüblər. Hər birinə təxminən $350 pul düşüb. Bu hərəkətləri ilə onlar zərər çəkmişi tamah məqsədi ilə qəsdən öldürüblər. Aprel ayının 20'sinden anlamışsınız. Aprel ayının 20'sinde. 22 Aprel 1965'de anlamışsınız. Bəli. Adımızın öz vətəndaşı Subayın Atamın orta təhsil əvvələ məhkum olmamış. Sabunçu rayon Balxanı qəsəbəsi Səfər Oxşası ünvanda yaşayırsınız. Faik Əsadov təyinat üzrə sizin müdafiəsinizdir. Etiraz onu yoxdur ki, Faik Əsadova? Demək, biz etiraz yoxdursa, bir vəsində yoxdursa, məhkəmə istinaqına başlaya bilərik. Xüsusi amansızlıqla qəsdən öldürmüş, əvvəllər qəsdən öldürmüş.
şəxs olaraq bandanın tərkibində tamam məqsədilə qəsdən adamı öldürmüş, bilə-bilə böyük və ya saxta sənədlərdən istifadə etmiş, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədində müəyyən edilmiş sənədlər olaraq hansı olaraq keçmə cinayətini törətmişdir. Xalid Tağıyev, qalx ayağa, qapını açın. Demək ki, Prosesiyonel Məcəlləsinin 324-cü maddəsinin tələblərini icra edən. Sizə ittiham verilmişdir ki, siz banda təşkil etmək, bandanın tərkibində iştirak edib, baskın edərək, xüsusi amansızlıqla, tamam məqsədilə digər şəxsləri qəsdən həyatdan məhrum etməkdə təqsirləndirirsiniz. Həmçinin saxta sənəddən istifadə edərək Azərbaycanın mühafizə olunan sənədlər olmadan dövlət sənədini keçməyə cəhd edirsiniz. Yəni, təqsirin sübutu ifadə verməkdən imtina etmək gününüz vardır. Hər hansı bir cavabınızı əsaslandıra bilərsiniz. Təqsir sübuta yedikcə sizi çox ağır cəza gözləyir, ömürlük azabdan məhkum etmə. Özünüzü təqsir edirsinizmi bu maddələr üzrə? Özünüz günahkarsınız bu işdə. Özüm oralamışam, özüm öldürmüşüm. 3 nəfəri öldürməkdə təqsirləndirirsiniz. Nə? Şurada. Bəs o qanunsuz keçibsən sərhəddə? Sərhədi qanunsuz keçibsən? Sərhədi. Məhkəmə iclasında Xalid Tağıyev bildirib ki, 1999-cu ilin oktyabr ayında polis əməkdaşlarının onların izinə düşdüklərini eşitdiyindən qardaşı Yusifin pasportu ilə Bakı-Kiyev sərnişin qatarı ilə Yalama nəzarət məntəqəsindən dövlət sərhədini keçməklə Ukrayna Respublikasına gedib, həmin vaxtdan orada yaşayıb və Azərbaycana qayıtmayıb. Və siz orada olmamışdınız, hadisə vaxtı olar. 98-ci ildə. Ne edirdiniz orada? Ondan danış da. Sonra ben getirdim. Kesinlikle Şəkil çəkdilər, aha. Ay, niyə tutulmuşsan? Xəbərin var öz əməllərindən? Ben şimdi özür gelmiş. Özün gəlmişsən. Hardan gəlmişsən? Sən harada yaşayırdın əvvəldə? Moldaviyadan Azərbaycana gəlmişsən, hə? Ukraynada. Nəyə getmişdin oraya? Nə edirdin? Neçə illərdir? Biraz uzadan danış, səsini eşidilsin. Bir balaca ucadan danış, bir balaca. Ya geldim, gezdim bu geldim. Ukraynada. Ne edirdin Ukraynada? Ukrayna işliydim. İştirdin. Bəs niyə məhz indi gəldin Bakıya? Onu soruş. Ben geldim Bakı'ya. Niyə gəldin neçə illərdən sonra? Hiç öyle bir haberim yoktu yani. Sonra haber bunu gelmiş. Bir öz bilmirdim gəlib gəlmədiyimi, sonra xəbərim oldu ki, gəlmişəm. Axtarışda olduğunu bilirdin sən. Axtarışdaydın sən. Səni axtarırdılar cinayət törətməyə görə. Xəbərin var idi. Xəbərin olmuşsa. Əzizov İlham, tanımısan bu şəxsi? Dəyanət Vərqaoğlu. Kərimov İdris. Tanıyırdın da İdris Kərimov. Kərimov İdris, tanıyırdın bu şəxsi? Kərimov İdris. Tanıyırdın. Səmədov İlqar, Məmmədov İsmail. Tanımısan bu şəxsləri? Məmmədov İsmail burada. Ay, sağ ol. Burada. Məmmədov Eldar. Məmmədov Eldar. Muradov Fuad. Nəzərov Elxan. Nəzərov Elxan. Tanımısan bunları? Muradov Fuad. Tanıyırdın bunları? Bunlarla hansı cinayətlərin törədilməsində iştirak eləmişsən? Hansı cinayətlərdə? Bax, Hacıyev Məmməd Mövsüməlioğlu. Tanıyırsan onu? Evinə girmişdizə orada. Girmişdir. Kimdən iştirak eləmişdi? Kim olubdu orada? Sən? Sonra kimlər olubdu? Sonra bir adam var. Arif? Nabokdan verən kim olmuşdu? Yəni istiqaməti göstərən kim? Arif. Nə işlə məşğul idi Məhəmməd? Hacıyev Məmməd nə işlə məşğul idi? Ölən şəxsdən hansı ki o evinə girmişdizə həmin şəxs? Bir bala qazana var. Zərgər idi, nə idi? Zərgər. Neyi var idi? Kim idi? Arifdən başqa kim idi? Arif, sən və kim olubdu başqa orada? İsmail olub orada? İsmail olub. İsmail olubdu. İlham olub orada? Orada Mehman olub. Mehman olub. İlham olub orada? Əzizov İlham. Nəysə, girdiz evə, həmin dövr xatırlayırsan sən? Nə ilə vurduz onu? Sən özün vurmuşsan onu? Onu vurmadım. Ancaq qundurluğa girmişdiniz siz?
Araplar. O sırğalarını götürdüyünüz kim idi? Hepsine sırlarlar. Sonra ikinci, Arifin ölümü ilə bağlı. Başa düşürəm, nəhər hansı hərəkətinə görə? Başqa kim olubdu? Bir də özün olmusan, ya? İsmail. Onu hərəkətlərinə görə cəzalandıranda kimlər vurubdular? Kimlər ona xəsarət yetiribdilər, Arifə? Arbalara, xəsarətlərə, ilhamlara. Kim, sonra kim olubdu? Nə ilə döydülər, nə inədilər, vurdular, hansısa bir dəmirdən vurdular, hansısa bir əşyanın predmetdən vurdular, necə oldu? Öldürəndən sonra nə inədilər onu? Cəsədi nə inədilər? Cəsəd bastırdı. Harda bastırdı? Qonşu bağlı. Həmin bağda, yoxsa digər bağda? Qonşu bağlı. Qonşunun bağında. Bununla bağlı sonra kimlərəsə məlumat verdiniz, yoxsa heç nə demədiniz? Yəni bunun üstünü bağlı qaldı da bu cinayətin. Aydındır. Digər şəxs, bank işçisi, exchange işçisi, dollar dəyişmə məntəqəsində dollar Vəliyev Zahid, o dollarla bağlı evinə basır, daha doğrusu padyezdə üstünə hücum çəkmişdirsə, orada kimlər olubdu, kimlər iştirak edildi? Onu İsmail oldu, mən olmuşam, bir də Arap ayrı oldu. İlham neydi? Tapança kimdəydi orada? Makarov tipli tapança. Səndə hansı silah olmuşdu? Məndə Nağan. Nağan idi. Orada ateş açan kim olubdu? Kim ateş açıbdı silahdan? Asıki tütüydü. İsmail. İsmail vardı. Sonra nə inədiniz? O vurandan sonra nəyisə var idi, götürdünüz, ələ keçirdiniz. Kuloku var yani. Torbasını. Ölməyinin məlumatınız olduğu ölübdənmiş şəxsin. Məlumatın olduğu, ölməyindən məlumatınız olduğu sonra həmin şəxsin. Həmin vaxt öldü. Bilmiyorum. Tabancayla burada oradan çıkıyor. Ukraynada bu hansı sənədlə yaşayırdın sən? Öz sənədin idi, yoxsa kiməsə məxsus sənəd idi? Kardeşimiz. Qardaşınızın sənədi idi. Sonra necə oldu? Müəyyən oldu ki, o sənədlər qardaşınıza məxsusdur. Harada müəyyənləşdi? Oradaki pasaportu. Ukraynada yoxsa Azərbaycanda? Ukrayna. Səni Azərbaycana məcburi göndərdilər, ölkədən çıxartdılar göndərdilər, yoxsa öz xoşluğunla gəlmişsən? Hüquq mühafizə orqanları idi, yəni polis idi onlarda da sizi bura Azərbaycana göndərən, yoxsa adi vətəndaşları idi? Bilmem, daha özünden cümleden koyuyor. Yoksa hükümeti alabilir. Hükümeti bizi Gözüm bunu böyle şeyler, işlemezce böyle danışır. İkincisi de ki, sualım onadır ki, kardeşim günahı neye dedi, öldürür. Qardaşınız hamile rəhmətli ilə. Vəliyev Zahid. Zahid Vəliyevi niyə öldürdünüz? Pula görə. Zahid Vəliyevi niyə öldürdünüz deyir. Nəyə görə öldürdünüz Zahid Bir Vəliyevi? düşmənçiliğimiz var idi ki onunla. ne gördü? Bəli. O pul gördü. Pula görə. Yani oradan yok. Ama bir daha yere bize korkudan Ne günahı vardı, niye öldürürdün? Niye öldürürdünüz, ne günahı vardı? onu bizler koyuyor. Ve sonunda 3 balası yetim kaldı, onun da balalarına pul lazım idi. Niye yapardınız onu pulu? İsmail getirdi. Sen burada bize kork. Qrupda sən, İsmail, Arif, digərləri, Elxan, ümumi olaraq neçə nəfər idiniz qrupda? Sən idin, İsmail idi, Arif idi, Elxan idi, kim idi şu an? İsmail. Hə. Bir hafta. Həmin o qrupu kim yaratmışdı həmin o qrupu? Yəni kim təşkil etmişdi o qrupu? Yəni kim yığmışdı cəmaatı ki, gedək bu cür işlər görək? Kimin də təşkilatçı? Yəni başçı kim idi başçı? İsmail idi.
Zərər çəkmiş şəxsin hüquqi varisi Vahid Vəliyev ifadəsində göstərib ki, 1999-cu il sentyabrın 11-də qardaşı Zahid işdən qayıdarkən binanın blokunda naməlum şəxslərin hücumuna məruz qalıb. Heyətdə olan polis əməkdaşları Zahidin Məlikov adına xəstəxanaya aparıldığını bildiriblər. Ora çatanda qardaşını öldüyünü öyrənib. Meyidin müayinəsi zamanı Zahidin şalvarının sağ arxa cibindən götürülən 2000 dollar, barmağında olan üzük və qolunda olan saat ona təhvil verilib. Təxminən bir aydan sonra ona məlum olub ki, silahlı basqın edən şəxslər polis əməkdaşları tərəfindən tutulublar. 25 il əvvəl keçirilmiş məhkəmə iclaslarında da zərər çəkmiş şəxsin hüquqi varisi qismində iştirak edib. Demək, mərhum zərər çəkmiş şəxs Zahid Vəliyev sizin qardaşınızdır. Bəli. Siz qısaca danışın, bu müstəndiqə də yəni barədə danışırsınız. Deniz elinə çatanda zəng elədilər qonşuları. Xəbər verdilər, həmin var. Mən hadisə elinə çatanda qardaşımı aparmışlar xəstəxanaya. Xəstəxanaya mən gedib çatanda qardaşımın dünyası dəyişmiş. Tağıyımdan başqa digər kimləri də oldu? Yəni siz iştirak edən məhkəmələr? Bəli, bütün məhkəmələr. Orada müvafiq olmuşsunuz digər işlərdə də? Müvafiq olmuşum, orada Məmməd İsmail idi. Nə vaxt keçirilib qəmli işlərin məhkəməsi? Məhkəmə 99 sentyabr ayının 11-də hadisə olur. Bir həftə sonra hadisə iş açıldı saat 15-də polis bölməsində. Sonra işi verdilər baş prokuroru, bir də Daxili İşlər Nazirliyi. Yəni hamısında mən iştirak eləmişəm. Dəstə üzvlərinin hamısı orada iştirak Dəstə üzvlərinin hamısı o vaxtı baş prokurordan mühüm işlər üzrə müstəntiq indiki bizim hörmətli baş prokurorumuz Kəmran Əliyev idi. Dəfələrlə mən o vaxtda görüşmüşəm Kəmran Əliyevlə. Bütün hadisələrin işin istintaqını bəli, istintaqı Kəmran Əliyev aparıldığı vaxtı. Onlar hadisə 28 nəfər böyük bir dəstə idi, savunçu dəstəsi. Bunların başçıları Məmmədov Eldar idi. Bunlara silahı verən Eldar olurdu. Hər ikisi. Bu deyir, banda başçısı İsmail olur, İsmail yox. Eldar olurdu banda başçısı. Eldar da bunlara həmin günü silahı verib həm İsmail'e, həm Xalidə. Bunlar 5 nəfər orada iştirak edirlər. Hadisə vaxtı Eldar özü gəlməyib orada olmuyor, amma hadisənin bütün planları zan olur. O vaxtdan da qarşıda olduğunu bilirdiniz də? Bəli, həmən vaxtdan bilirdim mən. Dedim, Balaxanlıq xalət. O vaxtdan axtarışdadır. Çünki 26 il deyərək bu müddət mənim ürəyimdə qalıbdır ki, heç olmasa cəzasını almayıb. Günahsız qardaşını öldürübdür, amma cəzasını almayıb. Demək olur ki, dəstədən gizlənən sonuncu adamdır da? Bəli, bir dənə axırıncı yayda tapılmadı o vaxtı. O vaxtı hadisədə iştirak edən, qardaşının hadisəsində iştirak edən 5 nəfər cəzasını aldı, onun ikisi ömürlük aldı. İsmail Məmmədov, bir də İlham Əzzur Görmənoğlu. Dəqiq bilmirəm, məlumat da belədir ki, İsmail də həbsxanada görüşdürür. Biri İlhar Səmədov, İlham Əzzur. İlham Əzzur, ömürlük alan. Sualın yoxdur ki, tabii. Sualım var. Fikriniz nədir bu şəxsə qarşı? Mövqeyiniz, yüngül cəza istəyirsiniz, ağır cəza tələb edirsiniz. Ən ağır cəzası. Bir dənə ərizə yazılır, etiraz yoxdursa, o həmin ərizə cinayətçi materialına əlavə olunmuş, bir dənə təqdim edin. Uşaqlarda dalga qaçmaq istədim. Nəsə qışqırdım üstlərinə ki, əslində bizim işçiləri yollar ki, əllərdə silah var. Sonra bizi anlamışdılar, görüşməli. Neçə dəfə atəş səsi eşidildi həmdən? 2 dəfə söhbət elədim. O vaxt demişdim, o dəqiq, amma yadımdan çıxıb səhv eləmişik. Müstəntiq o barədə deyirsiniz? Mursaqul o vaxt yazdı, ondan çox söhbət eləmişik. Səhv eləmişik 2 dəfə. Yox, sual. Şifahi deyil də, sual şifahi. O deyir ki, mən hadisəni eşitdim də, ölüm hadisəsini deyir, eşitmişəm. Getdim, gördüm ki, rəhmətli yerdə blokda uzanıbdır. Xəstəxanaya apardıq deyir, bu şəxs ifadəsində. Onunla bağlı sualınız var şahidə? Sual var şahidə, bir deyin təkrarlayın ona. Şahidə sual var şahidə. Yox sual.
Məhkəmə iclasında elan olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi Fəxrəddin Hacıyevin ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünüb ki, 1998-ci il sentyabrın 2-də qonşuların verdiyi məlumat əsasında valideynlərinin yaşadığı Əmircan qəsəbəsinə gəlib. Atası Məmməd Hacıyevin naməlum şəxslər tərəfindən öldürülməsini, anası Sara xanım Hacıyevanın əlində və qulaqlarında olan $240 məbləğində üzük və sırğaların cinayətkarlar tərəfindən götürülməsini bilib. Çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsə 15 il cəza təyin edilməsini istəyib. Son söz söyləyən Xalid Tağıyev əməllərindən peşman olduğunu bildirib. Tağıyev Xalid İntihar 1 sentyabr 2000 tarixində qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1-ci, 6-cı, 7-ci, 8-ci məddələri və 1 sentyabr 2000-ci ildə tarixdən qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.1, 217.2, 218.2 və 320.2-ci maddələrlə nəzarət olunan cinayət əməllərinin tərəfindən təqsir edilsin. Məhkəmə hesab edib ki, Xalid Tağıyevə 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1-ci, 6-cı, 7-ci və 8-ci bəndləri başqa cinayəti gizlətmə məqsədi ilə təkrar, xüsusi amansızlıq və 2 və ya daha çox şəxsi qəsdən öldürmə, hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 29318.1-ci Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan keçməyə cəhd və 320.2-ci bilə-bilə saxta sənədlərdən istifadə etmə maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. 2025-ci il noyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkmə ilə Xalid Tağıyev 15 il müddətinə azadlıqdan məhrum olunub.